Az bir şey kaldı, onu da tamamlayalım. Vəsiyyəti. Musa Efendi rahmetullahi aleyh her ettiği güzel işten sonra elhamdülillah diyerek o imkanı bəxş edən Rabbine şükreder ve onu hiçbir zaman unutmazdı. Elə ümid edirik ki, can emniyetini üz ağıyla Hakka teslim ettiği üçün de könlünden bir elhamdülillah demiştir. Vefatından sonra açılmak üzere yakınlarına bir vəsiyyətnamə bırakmıştı. O vəsiyyətnamənin bir kısmı belədir. Ey kainatı yaradan, yerlerin, göylerin, kürelerin, zerrelerin, insanların, cinlerin, hulasa bütün məxluqatın sahibi, ucalar ucası, ulular ulusu Allah'ım. Varislerim bu zərfi açtıkları anda senin huzuru ilahinde olmuş olacağım. Uzun ömür verdin, en değerli dostlarını fəqir üçün rəhbər eylədin. Dünyəvi, uxrəvi heç bir şeyi əsirgəmədin. Bol bol ehsan eylədin. Buna baxmayaraq qeyrətə gəlib də layiqi ilə qulluq edə bilmədim. Qoskoca ömür beləcə gəldi keçdi. Xətalar, nöqsanlıqlar bir-birini təqib etdi. Könlümün istədiyi kimi yeşərəmədim. Yalnız sənin ucalığına, rahmanlığına, səttarlığına və qaffarlığınla təsəlli tapdım. Yalnız sənin ucalığınla, rahmanlığınla, səttarlığınla və qaffarlığınla təsəlli tapdım. Bu, hakir, zəif, qulunun günahlarını, xətalarını bağışla. Çünki o səni, Rəsul-i Ədibin və bütün səni sevənləri və sevdiklərini sevmişdir. Bu da yenə sənin lütfu ehsanınla, kərəminlə, inayətinlə zuhur etmiştir. Gərək varislərimə, gərək onu təqib edən və edəcək olan zürriyyətimə də inayət eylə. Hamısına qavi iman ver. Atalətə uğrayanlardan eyləmə ki, bir tərəfdən qulluqlarını davam edərkən, digər tərəfdən sənin qullarına xidmət etsinlər və hər an səni tövhid edənlərdən olsunlar. Hər dünyaya gələn vaxtı saatı sayılı nəfəsləri tamamlandıqdan sonra əbədi həyata intiqal edəcəkdir. Nə mutlu o kimsəyə ki, həyatını haqq yolunda ifna etmiş və üzünün ağı ilə ahirətə köçmüşdür. Fəqir də bu xüsusu nəsibim dərəcəsində bildiyim halda layiqi ilə qulluq edə bilmədim. Pir-i fani olduğum halda özümə çeki düzen verə bilmədim. İslam böyüklərinin şuurlu, şərəfli həyatlarını oxudum, nəfsimdə tətbiq edə bilmədim. Xətalarla dolu bir ömürdən sonra Rəbbimiz Teala Həzrətlərinin məğfirətini, bağışlamasını umuram. Çünki o Rahmandır, Qaffardır. Varislərimin İslami hüquqa riayət edərək həyatlarını dəyərləndirəcəklərini umuram. Bunlar hamısı təvazudan dolayı söylənilən cümlələrdir ha. Amma yəni bir Allah dostu göstər dediğin zaman barmağı uzadıb göstərilbiləcəyin bir insandır. Hikmətli sözləri. Mömin gözəl halının dəyişib pisə dönməsinin bilərək və ya bilməyərək işlədiyi bir günahın nəticəsi olduğunun idraki içində olmalıdır. Mömin işləmiş olduğu kiçik günahını daima böyük görməlidir. Allah dostları ən kiçik zəllələrini belə dağlar kimi cəsim görürlər. Dərin bir məxfiyyət içində Cenab-ı Hakk'a göz yaşları və böyük bir təəssür içində istiğfar edərlər. Ağıllı kişi əvvəla çuvalın deşiklərini yamayar, ondan sonra içini doldurur. Deşik yaxud çatlaq olan qaba nə qoyulursa qoyulsun, içindəkini mühafizə edə bilməz. Ağıllı insan düşük əxlaqlı, dəyanəti zəif insanlardan həm özünü, həm də yaxınlarını qorumalıdır. Mümkün mərtəbə onlarla məsafəli qalmalıdır. Çünki kişi kiminlə ülfət edərsə, onun halı və əxlaqı kolaylıqla, asanlıqla özünə inikas edər, əks edər. Qulu mərifətullaha çatdıracaq sözlər, mərifətullaha çatdıracaq özlər, yəni toxumlar vücud torpağında hazır gözləməkdədir. Bunların filizlənməsi, böyüməsi üçün həm şükür, zikir və fikrə davam etmək lazımdır.
Mərifət elminin başı ilahi sənətin sirləri üzərində təfəkkürdür. Salim və masivadan arınmış bir qəlblə edilən mürakibə və təfəkkür nəticəsində insan kitablardan öyrənə bilmədiyi bir çox nurani bilgilərə sahib olur. Çünki Cenab-ı Hak buyurur: "Vettaqullah ve yuallimukumullah." Allah'tan qorxun, təqva üzrə olun. Allah sizə bilmədiklərinizi öyrədir. Bəqərə surəsi 282-ci ayət. Pis əxlaqlı kişilərə təbliğdə bulunarkən leyin, yəni yumuşaq bir dil işlətməli və mütəvazi davranmalıdır. Onları qətiyyən ayıplamamalıdır. Çünki kişi ayıpladığı şeyə daha həyatda ikən özü də mübtəla olabilir. Dini hökmləri salih alimlərdən soruşub öyrənmək lazımdır. Çünki onlar təqva sahibi olduqları üçün fətvaları daha isabətli və daha təsirlidir. Digər tərəfdən elmi, mal və mövqeyə qurban edən dünyaçı alimlərdən də mümkün mərtəbə uzaq durmalıdır. Övladına dinini öyrətməyən ana-atalar dünyanın ən mərhəmətsiz insanlarıdır. Dini tərbiyə vermədən övlad yetişdirmək, sobada yandırmaq üçün ağac yetişdirmək kimidir. 100 dənə yarım insanı toplasanız bir tam insan olmaz, bir tam insan etməz. Müsəlman təmkinli və tədbirli olacaq, amma əsla qorxaq olmayacaq. Böyüklər nəfis təzkiyəsinin fərz-i ayın olduğunu ifadə buyurmuşlardır. Fərzlərdən sonra ən mühüm ibadət möminlərin könüllərini almaqdır. İnsanlarla yaxşı keçinmək qədər kişinin ağlının, elminin və helminin çoxluğuna dəlalət edən başqa bir şey yoxdur. İnsanlarla yaxşı keçinmək qədər kişinin ağlının, elminin və helminin çoxluğuna dəlalət edən başqa bir şey yoxdur. Bunu yaxşı bilməlidir ki, əsl kəramət riyadan uzaq qalaraq və qullardan heç qarşılıq gözləmədən tam bir ixlas və təslimiyyət üzrə son nəfəsimizə qədər Cenab-ı Haqq'a qarşı qulluq vəzifəmizi ifa etməkdir. Yəni, əsas kəramət istiqamətdir. Salik, yəni tələbə, bir tərəfdən böyük bir itina ilə əvradını, yəni zikirlərini etməli, bir tərəfdən də lazım, hətta əlzəm olan öz nəfsindəki ayıb və qüsurları axtarma vəzifəsini ifa eyləməlidir. Mürşidlər tələbələrin mərhəmət, səxavət, gözəl əxlaq sahibi və mütəvazi olanlarını sevərlər və onlar ilə fərahlanırlar. Vədin kiçiyi, böyüyü olmaz. Sözündə durmamaq münafiqlik əlamətlərindəndir. Vədin kiçiyi, böyüyü olmaz. Sözündə durmamaq münafiqlik əlamətlərindəndir. Resul-i Əkrəm sallallahu aleyhi ve sellem borcu müsəlmanlara məkruh qılmışdır. Çünki hür və sağlam insanın nəzərində borc daima ağır bir yük, acı bir minnətdir. İslamın əmr etdiyi ibadətlər həmişə qulların mənfəət və məsləhətləri üçündür. Yoxsa Allah-u Teala'nın bunlara heç ehtiyacı yoxdur. Hak Teala müstağni olduğu halda qulların əmir və nəhiylərlə ucaltmış və onlara yüksəlmə yollarını açmışdır. Biz acizlərə düşən də bu böyük nemətin şükrünü tam olaraq ifa eləməkdir. Hak dostları hər kəsin ağırlığını yüklənməyi özlərinə düstur qəbul etmişlərdir. Qeyrətimiz xidmət etməkdir, amma nəfər olaraq. Mən işin böyüyünü edirəm deyə kiçiyini ehmal etmək olmaz. Çünki kiçiklər toplanınca böyük olur. Yəni mən böyük işlər görürəm, o bir şeyləri tərk edeyim, o uyğun olmaz. Bu qədər əziz qardaşlar, Altın Silsilə kitabını burada nihayətə erdirdik. Əslində, keçən buna göz atanda bu